Bu dəfə kvadratik bir funksiya verilib və bunun təyin oblastını soruşur bizdən və görür ki, funksiya kökaltı ifadədir, lakin ifadə məxrəcdə yazılıb və ona görə də biz normalda kökaltı ifadəni sıfırdan böyük bərabər yazsaq da, bu dəfə ifadəni sıfırdan böyük şəkildə yazırıq, çünki məxrəc sıfır ola bilməz. Böyükdür sıfır yazırıq və müxtəsər vurma düsturuna görə bunun açılışını yazsaq, görürük ki, bunun 2 dənə kökü var və interval xəttində -2 və -2 köklərini qeyd edirik və aralıqdan işarələrini müəyyən etmək üçün qiymətlər veririk və görürük ki, bizə lazım olan həllər çoxluğu bu mənfi sonsuzluqdan -2-yə qədər mənfi olmuş olur, -2-dən müsbət sonsuzluğa qədər mənfi olur və yalnız -2 ilə -2 arasındakı ifadəyə verilən qiymətlərdə ifadənin qiyməti müsbət olmuş olur. Və ona görə də düzgün cavabımız E variantı işarə edirik.